Bir daha salam, əziz şagirdlər, əziz abituriyentlər, əziz izləyicilər. Biraz əvvəl bu sualın izahını çəkib paylaşmışdım. Orada belə deyək də vuruqları ayırma, sadələşdirib bir çox hədlisini tapıb həll eləmişdik. Amma bu dəfə mən daha qısa həll yolunu demək istəyirəm. Baxaq, burada daha qısa deyərkən nə başa düşürük? Bir çox hədlisini yenə də deyirəm. Burada bu çox hədli vuruqlara ayrıldıqda a üstü 6 minus 5a kubu minus 24 bərabərdir. A kubu plus 3 vurulsun a minus 2 vuraq b. Buradan biz b-ni tapmaq istəsək yenə də olacaq. Burada a üstü 6 minus 5a kubu minus 24 bölünsün. Məxrəcdə a kubu plus 3 vurulsun a minus 2 şəklində yaza bilərik. Tamam, burada mən bundan öncəki izahda demişdim ki, vuruqları ayırdıq, ixtisar elədik, sadələşdirdik və b-nin ən sadə formasında əmsallar cəmini tapdıq. Amma biz bilirik ki, çox hədlinin əmsalları cəmini tapmaq üçün dəyişənlərin yerinə 1 yazmaq kifayət edir. Təbii, bax burada deyə bilərsiniz ki, müəllim, elə ola bilər ki, biz orada 1-i yazanda, belə deyək də, məxrəc 0 ola bilər, neyniyər və s. Biz əlbəttə ki, biz bunu öncədən burada yoxlayırıq ki, kəsirin məxrəci nədir? 0 olmursa, təbii ki, yazıb yoxlaya bilərik. Tamam, a-nın yerinə 1 yazsaq, onda əmsallar cəmi necə olacaq görək? 1 üstü 6 minus 5 vurulsun 1-in kubu çıxaq 24 bölünsün 1-in kubu plus 3 vurulsun 1 minus 2 bərabərdir. Baxın, yuxarını hesablasaz alacaqsınız mənfi 28, məxrəci hesablasaz alacaqsınız mənfi 4. Bəli, bu dəfə də cavab yenə də nədir? 7 oldu. Yəni, bu tip misalları vuruqlara ayırıb, sadələşdirib, yəni o boyda əziyyət çəkib həll eləməyə dəyməz. Belə qısa formada da həll edə bilərsiniz. Bir daha təşəkkür edirəm diqqətlə izlədiyiniz üçün.